Vaxtımız xeyirli, uğurlu olsun. Mövzu var, bəridir. Bayaq internetdə baxıram. Girmişəm, Facebookda paylaşırlar. Deməli, bir dənə Ferrari'dir. Səhv eləmirəmsə, bahalı bir maşındır. Avtobus zolağına girib şütüyür. Əməlli şütüyür da, fikirləşmir ki, bu sürətlə avtobus zolağında gedirəm, qabağıma çıxan olar. Bir qəza törədərəm, heç vecinə deyil. Bunu başa düşdükdə bu belə böyüyüb. Yəni, kimi kimsəsi var, arxası var, pulu var. Azərbaycan modulu da, yəni istədiyini eləyir. Məsələ odur ki, şərhlərdə də yazırlar ki, şərhləri oxudum. Biraz göz yazdırdım. Şərhləri oxuyuram, hamı yazır ki, çoxsu yazır ki, hamı yox, çoxsu yazır ki, bacarana baş qurban, bacarmayana, nə bilim, tərəvəz adı yazırlar. İndi burada demirəm. Fikirləşirsən ki, yəni biz niyə görə eyni təfəkkürdə illərlə, alo, biz niyə görə eyni təfəkkürdə, eyni düşüncədə, eyni baxışda illərlə biz belə yaşayırıq? İndi burada dövlətin də günahı var. Yəni hakimiyyətin günahı odur ki, bu kimi vəziyyətlərə şərait yaradırlar. Amma ondan da əlavə insanlarımızın 60-70% baxırsan ki, o təfəkkürü dəyişməyən, hələ də Sovet avtobusundan düşə bilməyən adamlar yazır ki, bacarana baş qurban. İndi mən sizə sual verirəm. Burada ən çox günahkar kimdir? Burada ən çox günahkar ictimaiyyətdir, ictimai qınağının olmamasıdır, yoxsa hökumətdir? Burada ən çox günahkarı mən seçə bilmirəm, ən çox günahkar kimdir. O şərhləri oxuyanda başa düşürsən ki, çoxsunun düşüncəsi odur və baxırsan ki, bu millətlə, bu düşüncə ilə sən səhər bürsüyün hansı demokratiyadan, hansı hüquqdan danışa bilərsən? Bilirsiniz, insanlar azğınlaşıblar. Yəni, pulumuz varsa azğınıq istədiyimizi eləyək. Artıq cəmaatımızın fikri ora gedir. Yəni, mən fikirləşirəm ki, yəni, neynəmək olar da? Bu düşüncəni dəyişmək üçün neynəmək olar? Nə varmaq olar? Mən Almaniyada yaşayıram. Bilən bilir, Avropanın bir çox ölkələrində yəni olub